Salam əziz və hörmətli dostlar, mən İnsaf Əli Hidayət. Bildiyiniz kimi bir otaq yaratdıq, fikir düşüncə otağı və adını qoyduq Düşüncə bağı. Və burada proje ki özümüzə tərif elədik, budur ki Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərinin, liderlərin və ya mənsubların dəvət eləyək gəlsinlər və bir 500-ə yaxın soru soruşmuşuq, bunlara cavab versinlər. Beləliklə bir projəni başladıq. Bu projədə buracan Azərbaycan elə həmin zamanda əlbəttə Azərbaycanda olan partilərin hamısını təqribən axtardıq, tapdıq, hamısına dəvətnamə göndərdik, hamısı qəbul elədi. Ondan sonra hamısı bir çərçivə yazdıq, iş çərçivəsi, əməkdaşlıq çərçivəsi ya bir anayasa yazdıq, bu danışıqlara göndərdik və onu da hamısı qəbul elədi. Onun əsasında qərar oldu ki, hərəsi 6 gün həftənin, yəni 6 günün gəlsinlər və müsahibə versinlər, gündə 3-4 saat. Ən başda gələn parti ki var idi, Güney Azərbaycan İstiqlal Partisi. Güney Azərbaycan İstiqlal Partisinin lideri ya sözcüsü, rəsmi olaraq sözcü hesab olur bu partidə, huzur tapdı və məni 6 cələsə mənim sorularıma üzbəüz cavab verdi. Sonra soruların %35-nə təqribən cavab verdik, %65-i qaldı. O soruları mən Salih bəy İldırım cənablarına göndərdim və Salih bəy hər gün elədiyi qədər, başardığı qədər o sorulardan bir neçəsinə cavab verir, göndərir mənə və mən onu video şəklində görürəm. Bunun üçün siz görürsünüz ki, mən ələn burada səsimlə və bu video görürsünüz, bu bir-birinin üstünə düşmür. Niyə ki, səs faylı başqa faylıdır, video faylı başqa faylıdır. Onun üçün mən indi gedirəm Güney Azərbaycan İstiqlal Partisinin sözcüsü Salih bəy İldırım cənablarının 8-ci cavab ki veriblər. O 8-ci cələsəni sizin üçün burada bu videonun üstünə gələn mən danışıram. Sonra da o birisi videonu qoyacağam. Orada görəsiniz. Hər halda burada video yoxdur. Burada səsdir. Fəqət nə deyirlər? Bu ki kiminlə danışırıq? Bir dənə əski keçmişdəki danışdığımız videolarla görəcəksiniz. Bunu da əlavə edeyim dostlar. Hər partiyə 24 saat, yəni 6 günün içində vaxt vermişdik və nömrə verirdik. Hər kəs birinə tohin eləsə, təhqir eləsə, tənqid eləsə, pis söz işləsə, birinə ya bir təşkilata ona mənfi nömrə verirdik. Və əgər işlətməsə ona ən milli ərdəmli, ən ərdəmli və ərdəmli deyə rütbə verdik. Salih bəy İldırım 6 huzuri iclasda birində ən ərdəmli, qalanlarda milli ərdəmli, yəni ən üstün nişanı məndən alıbdır. Onun arxasıcan Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Əjdər Təğizadə cənabları qərarlı olsun cavablar qəbul eləmişdilər özləri və dəvət eləmişdik. Hər şeyi qəbul eləmişdilər. Hətta sonra bir dostumuz vardı, onların, yəni bir əməkdaşları ki, Astraliyada olur, onu mərrifi elədilər və mən də onlarla da danışdım. Hətta neçə gündən sonra, amma gəlmədilər hər halda. Bunun üçün də onlara mənfi verirəm. Bu günləri ən son gündə onların fürsətindən, yəni 6-cı gündür fürsətlərindən gəlmədilər. Mən onları nə edirəm? 60 mənfi verirəm. Yəni hər gün ki gəlməyiblər 10 mənfi verirəm. Bu siyasi davranışa, siyasi bir partiyə, siyasi bir insan ki istil liderlik eləsin bir milləti ona yaraşmır. Bunun üçün buracan toplam gündə 10, toplam 60 mənfi vermişik. Hər halda buradan keçək Salih bəy İldırım cənabları ilə sözümüzə davam edək. Buradan bu yüzden Salih bəy İldırımın sözlərini görəcəksiniz burada və Salih bəy İldırım bunları bizə cavab verəcəkdir. Buyurun, birlikdə eşidək.
Korkunç toplumlar konusuna geldikte yazırsınız ki geçen yüzyıldaki siyasal, ekonomisel, hukuksal özgürleştirme, alienasyon, köçtürme ve siyasetlerin sonucunda toplumlar ve topluluklar iki düşman haline gelmiş ve çok pullu, çok pulsuz, Fars, Türk, Kürt, Arap, Fars, Şia, Sünni, kentli, şehirli, Fars dilli, ana dilli, mulla, pastel, millet, devlet, millet, devlet oğruları, oğurlananlar, zulmedenler, zulm çekenlerle bölünmüş. Bu konular hakkında neler düşünürsünüz? Elbette ki işgalçı ve ümumiyyətlə sömürgəçi dövlətlər istər herhangi bir formada totaliter sistemlerde bu ayrıntı daha kaba formada göze çatır. Yani toplumda büyük bir gap var, ara var. Demek ve mesela Şah döneminde de biz şahit edirik. Elə Cumhuriyet İslamı'da da, yani işgal döneminde şəhər, bu kəndə o kəndindən düşmən eləmək, bu məhəllə, aşağı məhəllə, yuxarı məhəllə, demək, sonra bu şəhər, o şəhər və şəhərə, yəni o xalqda vəhdəti pozsunlar, birliyi pozsunlar, bunlar hakimiyyətdənsə bir-birlərinin canına salsınlar. Ve elbette ki demek iktisadi adaletsiz baş götürüp gedib oğurluqlar, çapkınlıklar ve hadsiz sermayenin bir tarafta toplanması karşı tarafta bədbəxtçiliyə, yoxsulluğa ve aclığa sebep olmuştur. Biz tabii ki bunu yaxşı görmür. Bu meseleni mümkün derecede bunları, yani bu özellikle de ekonomiksel qapı qapatmağa, yaxınlaşdırmağa fəaliyyətini. Əlbəttə bunlar heç zaman, yəni belə olmayacaq ki, deyək ki, iki təbəqə yoxdur ya üç təbəqə yoxdur. Modern ölkələrdə üç təbəqədir. Görürsünüz ki, çox varlılardır, orta varlılar, orta səviyyəli insanlar və demək çetin veya yoxsul kesime, yani her yerde bu var. Ancak biz Azerbaycan devletinde bunları mümkün derecede ortadan kaldırmağa imkanları, devletin imkanları derecede bu ve bir standart tarifleme, yani bir standart da bütün Azerbaycanlılar o standartta yaşamağını devlet imkanlarından ve milli demək sermayeden, milli varlıklardan, milli gelirden onların o standart yaşayışını, yani fərqin altına düşmemesine devlet özen gösterip o qaydaları qurarak milletin demək iktisadi ihtiyaçlarını gidermeye veya en azından belli ölçüde demək təmin etmeye çalışmalıdır. Sizin təşkilatın bu konulara təhlükə salır. Elbette ki bunlar demək özellikle de oğurluq, fəsad, iki qutbu dəhşət derecede çevrilmesi veya çapkınçılığa, hudutsuz, kanunsuz soygunçuluk tabii ki toplumu tehlikeye atar. Bu kaçınılmaz bir meseledir. Eğer bu konuları tehlike görürsünüzse tehlikenin derinliği ve genişliğin nece düşünürsünüz? Tabii ki sistemde, yani o toplumda gene de dedik bunu ne kadar nehadineleştiripler, beynlerde oturtturuplar ve ondan asılıdır. Esasında sağlam bir toplum değildi. Bunu rahatçasına diyebiliriz. O sağlıklı bir toplum değildi. Bu tür konular toplumların güvenlik tehlikeye salar mı? Elbette salar, tehlikeye salar. Tabii ki sermaye bir tarafta qalanırsa veya çapkınçılık, oğurluq, adaletsizlik, bunlar hamısı adaletsizliği getirir ve tabii ki güvenliği tehlikeye atar ve orada aç birisi her bir formada
yəni özünün ehtiyacını təmin etməyə əl atacaqdır. Oğurluğa səbəb olar, cinayətə səbəb olar və toplumun güvənliyini, hətta ciddi formada, yəni o yoxsulluğun dərəcəsinə görə ciddi formada təhlükəyə ata bilər. Şimdi ac qalandan sonra saldıracaq, sağa sola saldıracaq, hər bir yola özünü, ailəsini doğurmaq üçün və ya ehtiyaclarını təmin etmək üçün cinayətlərin, fəsadın daha çoxalmasına səbəb olacaqdır, olar. Və bu da təbii ki, toplumun sağlığını və güvənini təhlükəyə salır. Bunlara bir çare düşünmüşsünüzmü? Elbette bunu evvel soruda cevap verdim. Çünkü bizim Azerbaycan devletinde, gelecek Azerbaycan devletinde bunu demek o iktisadi programlarla halkın rifahını temin etmek için bir modern ölçülerde mesela deyək ki, tam da demək kapitalist değil, sosyal kapitalistlərdə və ya onlardakı ictimai haqlar bəlli ölçüdə təmin olunur. Görürsünüz ki, insanlara bir yaşayış standardı tərif olunur. Bu demək məbləğ, bu miqdar gəlirdən o məmləkətin təvərrümünü hesablayır, orada demək gəliri, ümumi gəliri hesablayır, xərcləri hesabladıqda tərif olunur ki, bu bir insanın demək yaşaması üçün bu məbləğdə gəliri olmalıdır ayda və ya ildə. Onu tərifləməlidir. Azərbaycan gələcək dövlətimiz bizim baxışımızdan bunu tərifləyir və bunu təmin etməli. Yəni standart bir demək gəlir tərif olunmalıdır ki, hər bir Azərbaycanlı demək bu gəlirlə en azından lazımi ehtiyaclarını bərtərəf edib, hər hansı bir çətinliyə düşmədən, mümkün lüks maşını olmaz, lüks evi olmaz, lüks giyə bilməz, amma ac qalmaz, amma demək ilaçsız, dərmansız filan qalmaz və ehtiyaclarını bərtərəf edəcək bir gəlirə sahib və böyümə şansı da olar. Ona görə o demək standardın altında olanlara devlet müvəzzəfdir, əl uzadıb və onlara yardım eləyərək onların bəlli ehtiyaclarını yedirərək toplumdakı o qəpi məsafəni aradan qaldırıb və demək cinayətin, fəsadın, oğurluğun və başqalarının önünə geçsin və yenə də o təbəqələrin çox dərinləşməsinə bir iqtisadi planına mane olmalıdır. Sərmayə. Sərmayədə də pul və pullulara necə baxırsınız? Təbii ki, məşru yolla demək birinin zülm eləyib, malın çalıb çapmadan və ya milletin sərmayəsini çalmadan birisi bir sərmayə sahibidir, işləyir və ya demək sərmayəsini işə salıbdır toplumda. O tabii ki möhtərəmdir, qorunmalıdır və nə qədər də hətta bütün sərmayə sahiblərini əgər Azərbaycanda da yoxdursa, Azərbaycana bu pulları cəlb eləmək lazımdır. Sərmayə və demək burada pul və pullulara necə baxırsınız? Tabii ki məşru yoldan pullanmış, varlanmış insanların sərmayəsi məhfuzdur və ona kimsənin onu zorla və ya hər hansı bir formada müsaadəsində də biz qarşıyıq. Geçen yüzyılda birçok rejimlerin yanlıları milyardlar rişvət alıblar, haqları haqsız ediblər.
oğurlayıblar, ixtilas filan, çox böyük sərvətlərə sahib olublar. Onlara necə edəcəksiniz, mən belə oxuram. Böləcəksinizdir bəlkə də. Necə böləcəksiniz? Əlbəttə bu demək, ixtilas edənlər, millətin sərvətini oğurlayanlar, çalanlar, bunlara qanun, yenə də qanun araşdırıb, qanun vasitəsilə təsbitləşdikdən sonra onların sərmayəsinə əl qoyula bilər. Yəni birisi rişvətçiliklə, xalqı çapmaqla məşğul olubsa, onu da rahatcasına deyək ki, elə vazgeçəcəkdir. Bunlar Azərbaycanın qanuni qəzai sisteminin tərəfindən araşdırılır. Yəni şikayət olanlar gəlir şikayətlərini eləyirlər və buna qanun araşdırıb baxır və beləncə hallar qanunun tərəfindən demək həll olunmalıdır. Yəni ki, dövlətin hətta qanun hökmü vermədən birinin sərmayəsinə əl qoyma hüququ yoxdur. Kasıblıq, yoxsulluq milləti basıb altına və ən çətin şərtlərə məruz qoymuşdur. Kasıblığa və kasıblıqlara hansı cavabınız vardır? Təbii ki, kasıblığın səbəbi o ölkənin idarəçiliyindəndir. Yəni hər bir toplum demək bir iqtisadi kurallar qoyaraq xalqa iş təmin eləməlidir, aş təmin eləməlidir. Ona görə bizim şüarlarımızdan birisi aş, iş, asayiş, İstiqlal Partisinin şüarlarından birisidir. Aş, iş, asayiş. Yəni ki, xalqın həm əmniyyəti, həm yeməyi, həm də işi. Və dövlət müvəzzəfdir bunlara iş təmin eləyərək o yoxsulluğun önünə geçsin və onlara bir gəlir sağlasın. İndi başqa şərtlərdə deyək, məsələn, 50 ildir çalışa bilmir, hər hansı bir səbəbdən fiziksel imkanları yoxdur, beyinsel imkanları yoxdur. Onlara da yenə də bizim İstiqlal Partiyası olaraq planımız budur ki, dövlət onlara sahib çıxmalıdır. Dövlət büdcəsindən demək, onların məxarici təmin olunmalıdır və onlar yaşama haqqı vardır. Yəni siz birinin sadəcə əlil olduğu üçün və ya fiziki baxımından çalışmağa qadir olmadığı üçün ac yaşamasına dövlət müsaade edə bilməz. Ona demək bir hüquq belirlenmelidir və təmin olunur. Kasıbçılığının ciddi formada mübarizə lazımdır. Onun önünə geçərək milləti, xalqın rifahını təmin eləmək. İşsizlik baş alıb gedir. İş yaratmanı necə və hansı yol yöntemlerine düşünürsünüz? Bizim Azərbaycanı bugünkü teknolojiyə, yəni gəlişmiş dünya ilerlemədədir. Teknoloji sənaye quraraq, əlbəttə ki, bunu get-gedə çətinləşir. Yəni bütün ölkələrdə bu sorun yaşanacaqdır. Özellikle de yapay zekanın meydana gəlməsi. Ancaq bir dəngə yaratmalıdır və biz Azərbaycanda eyni haldakı təbii demək sərmayədən və ya tradisional demək istehsalın kənarında Azərbaycanı bir sənəti ölkəyə çevirərək sənəti tolid mərkəzləri, istehsal mərkəzləri yaradaraq təbii ki, iş şəraiti yaratmalı. Yəni dövlət buna müvəzzəfdir, mükəlləfdir. Cəzb eləyək tüccardan, sərmayədarlardan, ölkələrdən gəlib burada və ya özümüz demək təmin eləyək, tolid eləyək, sadir eləyək və beləliklə vətəndaşa iş yaradıb və onların yaşam tərzini yaşanmasına şərait yaratmaqdır. İş yaratmaq üçün pul, para lazımdır. Lazım olan sərmayəni necə tapıb gətirib əvvəla sərmayə sahiblərini təşviq eləmək
ve bunun kenarında bütün devletler borçları var. Devletin borcu var. Şimdi beynəlxalq banklar var. Oradan borc almaq olar. Başka ölkələrdən demək borc almaq olar. Mesela Amerika dünyanın en borçlu devletidir. Yani bütünlüğünü Amerika her şeyden çok borcu var. Ama Amerikalılar her şeyden de yaxşı yaşayırlar. Yani ki devlet gedib borç alıp eğer imkanatı yoktursa ki bizim var, elbette Azerbaycan'ın varıdır. Borç alarak indi bəhrəsiylə gəlib orada iş ve sanayi o sərmayəni işlədib və iş yerləri açmaq mümkündür ve biz bunu eləyəcəyik. Sizin düşüncede pullu ile yoxsulların arasında hansının mənfəəti daha çok düşünülür? Vətəndaşın ümumi hüququ düşünülür. Bu pulludur, pulsuzdur, onu haqlı veya haqsız çıxartmır. Mənfəət deyəndə millətin mənfəəti və burada bu millətin çoxu da dedi ki pulsuzdur. Ona görə hansınınsa mənfəətinin yanında durub o birisinin əleyhinə deyil, hər iki demək, yəni həm yoxsulun veya pullunun arasında birinin mənfəətini seçmək deyil, bəlkə ikisinin arasında bir adil şərait yaratmaqdır dövlətin vəzifəsi. Vətəndə xaricdə yaşayanların sərmayələrindən faydalanmaq üçün hansı təşviq edici siyasətləri düşünürsünüz? Bəli, bu çox mühümdür. Biz çox soydaşımız bizim indi Güney Azərbaycandan İran işgal sisteminin yarattığı zorakılıq nəticəsində orada sərmayəsini işlədə bilmədiyi üçün başka yerlere daşıyıb, yani Azerbaycan'ın dışına çıxarıb. Azerbaycan'ın dışı da bizə xaricdir. Yani bu indi istərsə İsfahan'da olsun, istərsə mesela Amerika'da olsun, fərq eləməz, bizə xaricdir. Bu sərmayə Azərbaycandan xaricdədir. Onları cəzb eləmək üçün onlara xüsusi şərait yaratmaq, bəlli bir müddət imtiyazlar verməklə, hətta mesela bir limit qoya bilər dövlət ki, məsələn, əgər burada bir 1000 nəfərə iş təmin edə bilirsə deyə, məsələn, bu qədər vergiden muaf olacaqdır. 10.000 nəfərlik bir iş təmin edə biləcəksə, məsələn, bir belə müddət içində bir belə vergiden məruz qalacaqdır. Və ümumiyyətlə sərmayəsini Azərbaycana gətirənlər, məsələn, bir 5 ilə kimin, 3 ildən ta 5 ilə kimin demək, vergi müafiyyəti qoyaraq bunları cəzb edib, gətirib sərmayələrini nənəsinə Azərbaycanda işə salmaqlarını təşviq eləmək bizim təkliflərimizdendir. Biganələrin, sərvətlərin vətən və millətə gətirib iş yaratmaq üçün hansı siyasətləri öngörürsünüz? Təbii ki, onlara güvən yaratmaq, onlara yani xarici sərmayənin buraya gəlməsi əlbəttə ki lazımdır. Ancaq bizim yerli sərmayəni, yerli tüccariyə sərmayədarları da əzməmək şərti ilə onların da gəlməsinə güvən yaradıb, təminat yaradaraq onların burada demək, fayda sağlamasına və fayda verməsinə, iş şəraiti yaratmasına da demək, təşəbbüs göstərilməlidir. Əgər vergiləri yuxarı tutarsınızsa, vətənin ekonomisi lazım olan sərmayə gəlməz. Əgər vergilər aşağı tutarsınızsa, pullular ilə pulsuzlar arasında dərələr daha dərinləşir. Bu konu həllinə nə düşünürsünüz? Əlbəttə ki, bu vergi məsələsi demək, məmləkətdə yani bir derecede insanlar tabii ki vergi altına düşür. Yani onların ilbaşı, hatta bir yerde çalışırlarsa ay başı eğer vergi verirlerse de ilbaşı eğer belli bir diyək mesela Azerbaycan'da bunu o günün müstakil olduğu günün ekonomistlerin
büdcəyə görə, gəlirə görə belirləyib və tərif eləməsi lazımdır ki, deyək məsələn, demək, az gəlirlilərin tərifi gəlsin ortalığa. Deyək məsələn, birisinin məsələ deyək, $10.000 deyək, ildə gəlirin nəzərdə tutulubsa, bunun altında isə vergi vermişsə də ilbaşı onu dövlət hamısını da olmasa en azından bir hissəsini qaytarmaq məcburiyyətindədir ki o demək insanlar biraz özlərini toparlaya bilsinlər. Əlbəttə ki vergi sistemi gəlirdən çox olmamalıdır. Yani yukarı olsa bunun tabii ki en ağır acısını, ağır çetinliği yoxsul təbəqənin üzerine düşür ve tersine bir demək ədalətli, yani öyle bir balanslı, dengeli vergi sistemi iktisatçıların tərəfindən bu məsələni həll etmək üçün təmin olunmalıdır. Rifah. Sizce rifah nedir? Rifah insanın rahat yaşayışıdır. Yani ki rifahın da belli bir dediği ölçüde o tərif elədiyimizdə Azərbaycanda demək yaşam standartını tərif elədiyimizdə o yaşam tərzindən yaşam tərəzisindən yəni ki belirlənibdir. Deyək məsələn ildə $10.000 gəliri olan deyək ki mürəffəh salı ya en azından hər bir vətəndaşın bu qədər gəliri olmasıdır. Onun üzerinde olan demək gəliri olanlar elə o ölçüye göre, deyək məsələn birinin 10.000 eğer ölçənin bir insanın yaşayışı üçün ya bir ailənin 50 yaşayışı üçün nəzərdə tutulubsa, bu təbii ki rifah deyil. Bu elə ölmədiril bir yaşamdır. Aclıqdan kurtulup acılık çekmir ama bu rifahı da o manada yoktur. Ama bunun üzerinde biri mesela 15.000 alır, o bundan daha rifahda yaşır. O birisi yani ondan daha rahat yaşır. Yani insanların ne derecede demək yaşayışda isteklerini təmin edebilmekleri onun rifahının ölçüsüdür. Rifahı yaratmak için hangi siyasetleri düşünmek lazımdır. Bu tabii ki Azerbaycan'ın gelecek iktisadi programı ve bunun üçünde Güney Azerbaycan İstiklal Partisi'nin bugün diye ona herhangi bir terhi bu anda yoktu. Ancak gelecekte buna iktisatçılar demək bunu baxıb, bunu araşdırıb, təhlil edib, gəlir və gedirləri hesablayaraq xalqın ümumi rifahını təmin etməkdə plan və proqramlar hazırlamalı və onları tətbiq etməlidir. Milli sərmayənin yeri bu yani milli sermayenin yeri ben o kadar bu sorunu başa düşmedim ne demektir. Harici sermayenin gelmesi ve önemi. Demek ki milli sermayenin değeri istisnası. Milli sermaye tabii ki o milletin o toprağın demek o memleketin umumi bütçesi, umumi geliri illik gəliri və xəzanəsi milli sərmayədir. Onun bir qarış torpağı, dağı, suyu, demək təbii sərvətləri millidir. Yəni şəxsidən şəxsi sərmayədən fərdi, mülküdən xaric qalan hər bir şey millidir. Burada məsələn mədənlər milliləşə, milli olan sular millidir. Demək birçok şey demək şəxsi değil, milli olmalıdır. Bu milli sərmayə
xarici sərmayənin gəlməsi və önəmi. Əlbəttə ki, yuxarıda da işarə elədik, xarici sərmayənin cəzb eləmək vacibdir. Yəni bəlli ölçülərlə müqavilə bağlayaraq bəlli demək sərmayə sahiblərini cəzb eləyib burada sərmayəsini işlətməsinə məntiqli bir formada ölkənin sərmayəsini, ölkənin iqtisadiyyatını talamamaq şərti ilə, zəiflətməmək şərti ilə təbii ki, o sərmayənin də cəlb olunması lazımdır. İş olması təbii ki, hər kəs üçün iş təmin edilməlidir. Yəni, iş mərkəzləri açaraq dövlət vətəndaşa iş təmin eləmək məcburiyyətindədir. Gəlirin yaşamı qolaylaşması üçün kafi olması gerekirmi? Əlbəttə ki, bunu daha əvvəldə mən cavab verdiyim üçün yəni təkrar olacaqdır. Bir standart tərif olunur ki, bir şəxsin bu qədər illik gəliri ya yaşamını təmin eləmək üçün bu qədər ildə pula ehtiyacı vardır və onun ən düşük gəliridir. Qalan demək gəliri kontrol eləmək üçün hüquqları dövlət belirləyir. Dövlət standart qoyar. Hər bir bölümdə o bölümün demək işçi əməkçi hüququnu belirlər və bu standart olmalı. Bunu yəni məsələn bir yerdə məsələn birisi sadəcə bir fəhləlik eləyirsə, onun başqa bir şirkətdən ucuz işlətmə haqqı yoxdur. Yəni bir standart o standartın üzərində biri çalışdırırsa o başqa məsələ, amma o standartdan aşağı çalışdırmaya haqqı yoxdur. Deyək məsələn desin ki, fəhlənin saatı məsələn $10 ya məsələn $5 ya indi biz dolarla deyək manat deyək. Məsələn deyək saatı 10 manatdır və ya məsələn saatı 8 manatdır ya saatı 12 manatdır. Bunu dövlət belirləyir və hər kəs birini işlətdiyində aynen sən boyun qıssadır, sənin qolun güclüdür, sənin filanıdır deyil. Onun ən azından o saatı verəcəkdir. İndi bonus verir onun üzərində, ona artıq məzaya verir, ya xoşuna gəlib məsələn istəyir bir 2 manat da artıq versin, o şirkətin ya o iş sahibinin haqqıdır. Amma ondan az verə bilməz. Ona görə bunlar tərif olunmalıdır, gəlir tərif olunmalıdır. Yoxsulluq nədir? Daha əvvəl vurguladığımız kimi bir standart yaşayış demək tərifi olmalıdır. Yəni hər bir vətəndaş bu yaşayışdan, yəni iş gəlir baxımından bu yaşayışı təmin eləmək demək qabiliyyəti varsa, imkanı varsa demək yəni olmalıdır. Onu dövlət təmin eləməlidir. Əgər demək birisi ya bir kəsim o standartın altındadırsa o yoxsul təbəqədir. Demək ona demək həyatının o minimal nəzərdə tutulmuş bir insanın yaşaması üçün gərəkən tabii ki rifahda deyil, amma gərəkən həyatında gərəkən ehtiyaçlarının gedərməsi üçün bir maaş belirlənib. Deyək məsələn illik 10.000 manat, 15.000 manat. Bu bunun altındadırsa gəlir, demək o yoxsul kəsim, yoxsul təbəqədir. Onun ölçülməsi əsasında budur. Yəni elə yoxsulluqla yoxsulluq necə ölçülür? İki sualında cavab verdi dedik. Yoxsulluq o levelin altındadır və bunların ölçəyi də demək o məmləkətdə belirlənən
demək minimal gəlirdi. Ya minimal həyatı təmin edəcək gəlirdi. Yoxsulluğun ziyanlarından xəbəriniz varmı? Əlbəttə ki, yoxsulluq cinayətə, oğurluğa, faciəyə, fəsada yol verər və yol açar. Ac olan yerdə qədimdən deyiblər ki, ac qarının imanı olmaz. İnsan ehtiyacını gedərmək üçün hər bir yoldan ona çalışmağa, onu cəhd eləməyə çalışacaq. Ailəsinin uşağını qarnını doyurmağa çalışacaq və təbii ki, burada qeyri-qanuni ya faciəvi hadisələrə də yol verə bilər. Yoxsulluq ruha, cismə və ağla hansı zərərlər var? Təbii ki, insan ruhən əsəbləşir, tədirginləşir, nigaran olur, stres yaşayır, daima fikirdədir, demək, kirasını necə verəcək, uşağına məsələn məktəb gəlir, köynək ala biləcəkmi, kitab ala biləcəkmi və ya evdə məsələn yeməyi var deyə yoxdur. Təbii ki, insanın həm ağlına, həm cisminə ciddi zərərlər verir. Xəstəliklərə, öz öldürmələrə, özünə zərər vermələrə, ətrafına zərər vermələrə səbəb ola bilər. Ciddi bir məsələdir, yoxsulluqla mübarizə olunmalıdır. Yoxsulluq özün toplumda necə göstərir? Təbii ki, bir toplumda əgər bəlli bir kəsim demək özünü idarə edə bilmirsə, bu təbii ki, daha çox qanunsuz işlərin, oğurluğun çoxalması ilə yolçuluğun, dilənçiliyin və ya hər halda bu toplumda özünü göstərir və insanların əziyyət çəkməsi və ya məsələn neçə işin dalsıca qaçması, bunlar hamısı əgər bir insan həyatını təmin etmək üçün 2 shift çalışırsa, demək ki, bu yoxsulluğun nəticəsindədir. Aldığı maaşdan idarə edə bilmir və əgər bir ölkədə demək çoxlu evsiz, sokakta yatan bu shelterdə orada burada qalanları görürsünüzsə, yolcu görürsünüzsə, yolçuluq eləyir, dilənçilik eləyir, demək ki, yoxsulluq var orada. Pullar ilə yoxsullar arasındakı dərin təhlükəni necə doldurmaq və çözüm istəyirsiniz? Biz dedik ki, bir ədalətli sistem quraraq, iqtisadi sistem quraraq, iş, hüquq, gəlir, maaş belirleyerek bu demek fasilənin məsafəni azaltmaq və demək daha çox çapqınçılığa, yəni sərmayədarın istədiyi qədər söksün aparsın və fəqir olduğu qədər də, getdiyi qədər də fəqirləşsin ya yoxsullaşsın, bu olmamalıdır. Ona gərək maaşlar belirlənə və bunları dövlət belirləyir. Hər bir iş üçün bir tərif qoyur və iş sahibləri ondan təbəiyyət eləməlidir. Onu pozanlar cəzalandırılmalıdır. Beləliklə, yəni bu iş qanununun mərkəzdən, dövlətin tərəfindən qoyulması və ya iş idarəsinin tərəfindən belirlənməsi və denəklənməsi təbii ki, bu ortada olan o təhlükəni və ya məsafəni bəlli ölçüdə nəyə bilər, doldura bilər və təmir edə bilər. Yoxsulların inqilabı və üsyanı ehtimalına necə baxırsınız? Təbii ki, hər hansı bir ölkə vətəndaşlarının demək iqtisadi sorunlarını, yaşayış ehtiyaclarını təmin olunmasına laqeyd qalarsa və xalqı başına bıraxıb da ondan sadəcə vergi alıb demək öz başına bıraxarsa, orada üsyanlara səbəb olar və bu da işçilərin, onların haqqıdır. Ancaq bu olmasın deyə sindikalar
demək, yəni eyni halda ki dövlət qanunları belirləyir, eyni zamanda da demək işçilərin və siniflərin sendikaları, unionları olmalıdır ki, onlar o union vasitəsilə dövlətə fişar gətirib və istəklərini inqilabsız, üsyansız, yolu bağlamadan, xəvanı kəsmədən müzakirə ilə əldə eləsinlər. Bu olmadığı təqdirdə təbiidir ki, o ölkədə üsyanlara da səbəb olacaqdır və qaçınılmazdır. Sağlıq. Behtaş sağlıq və xəstələri saxlamaq çox ağır olub. Bu sistemi necə sağlaşdıracaqsınız? Ümum vətəndaşların demək, yəni Azərbaycan dövlətinin bir sistem tərifləməliyik ki, bir sistem olmalıdır ki, indi onun təbii sərvətlərinin dışında vergi bağlayaraq, demək, bir seri servislər vətəndaşlara istisnasız, yəni hansı pula var deyə yoxdur, biri milyonerdir, birinin heç bir quruşu yoxdur, fərq qoymadan bu sağlıq servisləri dövlətin tərəfindən təmin olunmalı. Yəni bütün sağlıqları demək, həyatı o insanın yaşaması üçün gerəkən sağlıq servisləri dövlətin xərci ilə verilməlidir. Xəstəxanalar xüsusi olmamalıdır, dövlətin idarəsində olmalıdır və yəni bir sosial, ictimai eyni demək toplumda sosial haqların, ictimai haqların maksimal dərəcədə təmin olunmasına bizim dövlətimiz, bizim partinin demək istəyi budur ki, maksimal haqları təmin olunsun və ona görə də təhsildir, behtaşdır, bunlar havai olmalı, pulsuz olmalıdır. Mesela o gözəlliyi üçün bir gedir, əməliyyat edir, bilmirəm, filan edir, bəzi şeylər ki, sağlıq deyil, daha kozmetikdir, onlar farklı, onlar dövlətin xəzinəsi deyil. Amma sağlıq problemlərini, yəni dövlət bu servisləri təmin eləməlidir. Doktor demək, ona gələn xəstədən pul almamalıdır. Hər bir xəstə üçün demək ki, gəlir bir dənə noxoş gəlir onun yanına, ziyarətinə, onun bilgiləri, onun kartı olmalı. Yəni dövlətin tərəfindən onun kartı olmalıdır. O kart ki verilir doktora, doktor o kartdan bunun müalicə edir. Bunun xəstəxanalıqdırsa gedir, xəstəxanaya gedir, həmən kartla gedir xəstəxanada müalicə olur. Əlbəttə bəzi şeylər dediyimiz kimi ki, yəni o kozmetikdirsə onlar xaric qalan müalicələr, xəstəxana xəzinələri dövlətin tərəfindən təmin olunmalıdır. Dava dərman sistemi idarəsi necə olmalıdır? Bunun üçün də yenə də işləyən hər bir kəs üçün, yəni o kartı olan, əlbəttə onun ardından işləyən hər bir kəsin o standart gəliri ki var, demişik, onun altına düşən hər bir kəs üçün o ki dərmanın ilacını verməkdə imkanı yoxdur. Onlara dövlət tərəfindən bim olunmalı, sigorta olunmalıdırlar və onların dərmanını bu demək o kartla, o dövlət sigortası ilə təmin edilməlidir. Hansı dövlətin və millətin sağlıq sistemini bənzərini yaratmağı düşünürsünüz? Məsələn, Kanada sağlıq sistemi daha demək gözəldir, daha geniş servisləri kapsayandır. Tabii ki dediğimiz kimi biz herhangi bir sistemi kopya eləmək deyil, bəlkə bu sistemlərdən faydalanıb daha sağlıqlı, bəlkə bundan da yaxşı bir sistem uygulaya bilərik.
Sağlıq xüsusi ya özəl olmalıdır, yoxsa dövlətin idarəsində olmalıdır. Başqa bir yöndən baxanda həm sağlıq işçiləri bir neçə il dərs oxur, həm mühəndislər, həm o biri uzmanlar sahələrində, amma bu iş sinifləri, gəlirləri fərqli, çox aşırıdır. Bu işlərin və gəlirlərin arasında dərin təbizi dedik, bunların cavabını əvvəldə vermişik. Gəlir maaşı, hüququ dövlət vəd eləməlidir və ümumiyyətlə bu işçilər dövlətin işçisi olduğu üçün standart bir maaş verməlidir. Əlbəttə ölkədə əmniyyəti sağlamaq üçün bir neçə sinifin rifahda olması lazımdır ki, rişvətin önünə keçirilsin və onları tabii ki, yenə də Azərbaycan, Güney Azərbaycan dövləti bunları demək, tənzimləməlidir, tərifləməlidir. Elə olmamalıdır ki, indi hansı işlərdə oxuyubdur və bu bir tərəfdən də bazarla asılıdır. Bir ölkədə təbii ki, sağlıq xidmətçisinə daha çox ehtiyac vardır. İndi o sahədə mütəxəssis azlığı varsa böhran yaradır. Onu dəngələmək üçün də dövlət hətta bu təhsil sisteminə də diqqət yetirməlidir ki, lazımi servislərini, lazımi mütəxəssislərini yetişdirsin. İş gəlir. Bir iddə uzun illər dərs oxur və yüksək səviyyəli uzmanlıq alanında işə başlayır. Bir iddə isə ya dərs oxumur, ya da az oxur və işə başlayırlar. Nədən onlar ki, daha uzun sürə dərs oxumuşlar, daha çox para qazanmaq haqları var. İxtisas alırlar və o ixtisas aldıqları üçün də təxəssüslərinə görə demək ki, onların görəcək işi başqa görəcək normal adamlar görə bilmədikləri üçün nədir? Onların təbii ki, özlərinə bir xüsusi, onlara bir maaş belirlənir. Bunu da yenə də dedik ki, bu məsələni o iş qanunu belirləməlidir. Yəni, öcüdə başını atıp getməli deyil. Əlbəttə ki, biri gedir, demək, 10 il gedir üniversitede oxuyur, o birisi gedir, demək, heç bir təxəssüs öyrənmədən istəyəcəsin, işləsin. Aralarında, təbii ki, o 10 il ömür qoyubdur onu oxumağa. Bir şey də artıq alırsa, o da onun haqqıdır. Bu birisi də 10 il müddətində işləyibdir, pul birikdiribdir. Amma yenə də bunu əsasında o iş qanunu belirləməlidir. Elə də ölçüsüz olmamalıdır. Əks halda heç kimsə təxəssüs oxumağa getməz. Yəni, əgər biri təxəssüs oxusu, bunlar da bir təşviqdir ki, insanlar gelib lazım olan o ixtisasları alsınlar. İşlərin və işçilərin işlərinin arasında önemli ve önemsiz demek olar mı? Eyni işi değerlendirdiğimizde demek her bir işin özüne bir değeri var. Ama bir işin içinde eyni adamlar işliyse ve onların ikisi de elə eyni değerdadır. Hiçbirinin o birisine üstünlüğü ve önemli ve önemsizliği yoktur. İşin ne olup olmaması, gelirin daha az veya daha çok olma təbizine sebep olan işin ne olup olmaması, gelirlerin daha az ve daha çok olma təbizine sebep olar mı? Olar ve bunu elbette ki dediğimiz gibi bunlar hamısı iş kanunundan asılıdır. Yani o qoyulacaq Azərbaycan iş qanununda bu fərqlənmələri çox olmamasına, əlbəttə ki, fərqlər olacaqdır. Yəni, birisi ki, məsələn, teknoloji uzmanıdır, kompüter uzmanıdır və bunun üçün də demək, zaman qoyub, gedib, təhsil alıb, öyrənibdir və birisi ilə ki,
təmizlik işinə məşğuldur. Əlbəttə ki, aralarında bir fərq olacaqdır. O olmalıdır. O ixtisasları təşviq eləmək üçün, insanların təxəssüs almalarına təşviq eləməsi üçün və hər bir şey üçün də əsasında bir eğitim və demək diyelim belge, təxəssüs belgesi vererek toplumu daha mütəxəssis bir topluma çevirmeye çalışmalıyıq. Neler iş hesab edir, neleri iş hesab etmirsiniz. Bu insan demək eğer çalışır ve karşılığında demək bir gelir alırsa bu iştir. Elbette könüllü hizmetler de var ki pulsuz diye işlerdiler. Ona göre işin insanların emeğinin karşılığını temin eden veya insanların verdiği emeği esasında iş sağlar. Günde, həftədə və ayda neçə saat işləmək və onun gəliriyle yoxsulluqdan çıxmağı düşünürsünüz. İş demək standartlarını tərifləyəndə saat ücretini belirleyerek maksimum yani indi birisi artıq işləyirsə o başka bir meseledir ama həftəlik 35 ile 40 saatin arasında iş demək. Yani haftada en az 2 gün tətil olmalıdır. Mümkündürsə 2 gün yani tətili təmin edilməkdir. Ona göre 35 ya 40 saat. Yani 40 saat olanda günde 8 saat. 8 saat iş demək ve ona maaş elə tənzim olmalıdır ki, o 8 saat işləyəndə o sinifdə öz həyatını, yaşayışını təmin eləyə bilsin. İş ve gəlir insanları ve toplumları 3 ayrı çok varlı, orta varlı ve az varlı insan ve topluma, bunlar yukarıda danışmış, evvelde danışmış, o topluma bölür ve təbliğ yaradır, idare edir. Siz iş ve gəlir hakkında necə düşünürsünüz ki, bu 3 təbəqə adlanmış varlıkların arasındaki dereler dolsun? Onu dedik, iş idaresi, iş sistemi, demək, bunu maaşları belirleyerek, iş qaydalarını belirleyerek bunun o qəpi azaltmağa çalışır. Bunun demək daha evvel izahatını verdiğimiz üzerinde çok durmuş. Dil, millet. İran'da İran adlanan siyasi varlıkta yaşayan Türklerin topraklarında insanlar ve dinlerine ne demeni düşünürsünüz? Azeri mi, Azeri değil mi? Azeridir mi? Azerbaycan dili milleti mi? Azerbaycan Azerisi mi? Azerbaycan Türk milleti mi? Ya Azerbaycan Türkçesi. Azerbaycan Türkçesi doğrudur. Yani bizim dilimiz Türkçedir. Ancak o Türkçenin Azerbaycan şivesi olduğu için Azerbaycan Türkçesi. İndi bazı ölkələrdə mesela bizim qardaş ölkə Türkiye Azeri sözü işlədir və mesela bazı millətlər də o cümlədən İran'da Azeri, Farslar da Azeri'nin işlədir. Bunlar eyni mənada deyil. Aslında Azerbaycan Türkçesi dile işletmek daha doğrudur. Şimdi bu dil bakımından. Millet desək Azərbaycan milləti deməliyik. Çünki dedi, hər kəs özünü Azərbaycanlı bilir və Azərbaycanı vətəni bilir. O Azərbaycanlıdır. Bu yəni Azərbaycanda çoxunluğun dili Türkçədir, Azərbaycan Türkçəsidir. Amma demək Azərbaycanlı sadəcə Azərbaycan Türk milləti demək
doğru değildir. Çünkü Azərbaycan milləti türk olmaya da bilər. Bu buranı vətən, burada doğub böyüyüb və buranı vətən bilib, vətəni üçün gereken öhdəlikləri üzerine götüren her bir kesin, her bir şahsın demək bu demək Azərbaycan millətinin bir üzvü və onun bir demək vətəndaşıdır. Ona göre Azərbaycan türkçesi daha doğrudur, kullanması daha doğrudur. Türklerin yaşadığı topraklarda resmi dil hansı dil ya hansı lehçe olacaktır. Bu tabii ki her bir yani Türklerin bu geniş bir söhbətdir. Türklerin yaşadığı dünyada büyük Türk toplulukları vardır. Bazen ölçədir, bazı hallarda hiç ölçədə değil, işgal altındadır, dağınık bir formada yaşıyorlar veya toplu bir formada yaşıyorlar. Özlerine zaman içinde dilleri formalaşıp, lehçeleri formalaşıp, dil canlıdır. Dilin her daim təsir alır ətrafdan, olduğu mühitdən, gəlişən teknolojiden, elmiden ve görürsünüz ki, ne kadar birbirlerinden aralı olduqda onların dillerinin de birbirinden arası, fasiləsi olur. Tabii ki onlar öz dillerinde danışmalı. Ama uzun sürede Türk topluluklarının bir ortak dile de yetişmesi vaciptir. Yani standart bir Türkçenin hamının bilmesi gerekecektir ve bunu da uzun sürede ele o dil, o birisi dillerin yerini alacak. Niye bu lehçeler oluşup? Buna göre ki mesela Fars dilinin değişik lehçeleri yoktu. Niye? Çünkü standart bir dildir, tərifləyib. Televizyondan deyirlər, radyodan, məktəblərdə öyrədirlər, o qayda gedir. Bizdə əgər dəyişik ləhcələr oluşubsa və ya türklərdə dağınıq düşüblərsə, dilləri rəsmi olmadığı üçün dəyişik ləhcələr oluşubdur. Və o bir vahid dil sistemi olanda, yəni ki, demək, məktəblərdən, mədrəsələrdən başlayıb öyrətilir, televizyonda o dil danışılır, sinemasında, teatrosunda, gazetesinde o dil işlenilir və o zaman ləhcə ayrımı olmur. Ama o dilde danışır. Və daha ama ölçədən ölçüyə veya mesela toplumdan topluma eğer devlet değilse ve dili resmi değilse, dili öğretilmişse, standart bir formada öğretilmişse tabii ki orada lehçeler ortaya gelecektir. Uzun sürede Türkçesi demek bu birisi dillerin yani Türkçelerin o təbliğat imkanından ve bugünkü mövqeyyətini nəzərə aldığımızda gələcəkdə, uzun gələcəkdə Türkiye Türkçesinin tabii ki bu birisi Türkçelerden de belli ölçüde etki alarak bir standart Türk dünyasının diline çevrilmesini öngörürük biz. Belki de böyle olmasın ama böyle öngörürük. Bu bizim öngörümüzdür. Milletin resmi adın ne düşünürsünüz? Yani Azerbaycan milleti, biz özümüze Azerbaycan milleti deyirik. Tabii ki siyasi statüs olarak da Kuzey-Güney'e bölünmüş. Kuzey Azerbaycan müstakil cumhuriyeti var. Güney Azerbaycan da istiqlaliyyət uğrunda mübarizəli ve hal-hazırda işgalda olduğu için siyasi statüsü farklıdır. Ancak millet olarak Azerbaycan milleti ilk. Türkçülük. Türklük hakkında bunu daha evvel de danışmışıq. Bunları daha evvel danışmışıq. Türkçülük, birleşmek. Bəziləri Azərbaycan Cumhuriyyətinin bayrağını və dövlətini Güney Azərbaycanın
dövləti və bayrağı kimi düşünürlər. Siz bu haqda necə düşünürsünüz? Təbii ki, Azərbaycan Cumhuriyyətinin sərhəddatı və demək onun hökm sürdüyü bir coğrafya, belli bir coğrafya dünyada belirlenip tanınıbdır və bizim mənəvi olaraq dövlətimizdir. Bütün Azərbaycanlıların mənəvi olaraq dövlətidir. Ancaq o Azərbaycan Cumhuriyyətinin Güney Azərbaycanın da dövləti hesab eləmək doğru deyil. Çünki o dövlətin hökmü bugün Təbrizdə yerimir. Həqiqəti budur ki, hətta bayrağını da Təbrizdə dalğalanmır. Dalğalanmadığı üçün təbii ki, bunlar siyasi statüs fərqli, yəni dövlət də bir siyasi varlıqdır. Siyasi sistemdir. Ona görə Azərbaycan Cumhuriyyəti əlbəttə iki ayrı sual qarışıb bir-birinə. Cumhuriyyətinin Güney Azərbaycanın dövləti kimi demək hal-hazırda deyil, görünmür və onun bizim Güney Azərbaycanda bu anda İran işgalçı əskəri hökm edir. İran işgal qanunları keçir, Azərbaycan qanunu deyil. Ona görə mənəvi olaraq əlbəttə ki, Azərbaycan bizim dövlətimizdir. Onun ətrafında kilitlənməliyik. Biz sadəcə ona xidmət edə bilərik. O, bu anda bizə xidmət edə bilmir dövlət. Və onun dövlət kimi, Azərbaycanın dövlət kimi yaşaması təbii ki, bizim istiqlaliyyətimizin də zaminidir. Azərbaycan bayrağı, əlbəttə Azərbaycanın bayrağı indi dünyada tanınıb, üç rəngli bayraq və bu o coğrafiyanı təmsil edir. Yəni BMT-də tanınmış, belirlenmiş o coğrafyanı. Biz mesela Güney Azərbaycan statüsü, siyasi statüsü Azərbaycanla eyniləşmədiyi üçün, eyni olmadığı üçün təbii ki, o bizi bu anda təmsil eləmir. Zərurətən BMT-də olan Azərbaycan bayrağı Güney Azərbaycanı təmsil eləmir. Təbrizi, Urmunu, Ərdəbili, Culfanı ya Xoyu dərdi orada danışılmır. Onun bəlli coğrafyası vardır. BMT-də, beynəlxalq diplomasiyada onun bəlli alanı vardır. O alanı demək nümayəndəliyi. Mənəvi olaraq bəli bir millətin bir bayrağı olar, bizim də bayrağımızdır. Amma praktik olarak belə deyil, ne yazıq ki. Praktik olarak biz o bayraq bu anda Təbrizi nümayəndəlik eləyə bilmir. Əlbəttə ki, mübarizəmizin devamında birləşdiyimizdə bu gerçəkləşəcək, olacaq, mümkün olacaq. Amma bugün o gün deyil. Bugün biz bir mərhələlərdən keçib və nəhayətdə gəlib o birlik statüsüne yetişmeliyiz. O birlik statüsü de hatta İstiklal Günümüz de değil. İstiklal Günü'nden bütövleşmeye, birleşmeye ne kadar zaman olacağını o zaman bir bayrağının iki devlet dünyada olabilir mi? Olmaz. Ve o yüzden de Güney Azerbaycan'ın hareket bayrağı, devlet bayrağı, ne değilse adına, yani bu adlarda çok ilişip kalmamıza da ihtiyaç yoktur. Yani ki, Güney Azerbaycan demek bayrağı veya devlet bayrağı veya hareket bayrağı olmalıdır ve onunla Azerbaycan Milli Hərəkatını dünyada biz tanıtılmalıyıq. Biz bugün mesela Azerbaycan bayrağına gedib orada deyək BMT-nin qabağında bir miting qoysaq, məsələn deyək ki,
haqsızlığa məsələn və ya deyək məsələn dil hüququ istəyirik, ya deyək məsələn demokrasi istəyirik. Bu BMT-də beləncə bir hərəkət nəyə deyəcək? Azərbaycan dövlətini sual altına aparacaq. Deyəcək məsələn bu burada dil hüququnu tapdalayır, burada demokrasi yoxdur, millət çıxıb burada etiraz edir və ya məsələn biri tutuqlanıbsa siyasi məhbusların azadlığı üçün deyək Azərbaycan bayrağı ilə getmişik, BMT-nin qabağında durmuşuq, orada şüar verilir ki zindanlara azadlıq. Bunu ümumi anlayış nə olacaqdır? Orada anlayan, bunu görən necəsə Azərbaycanda siyasi məhbus var və bunlar da Azərbaycan dövlətinin müxalifləridirlər. Gəliblər o dövlətdən o siyasi məhbusların azadlığını istəyir. Bir halda ki bizim hədəfimiz odur. Biz Azərbaycan dövlətinin müxalifəti deyilik. Biz Güney Azərbaycanın istiqlaliyyət uğrunda, dövlətçilik uğrunda mübarizəsini aparan insanlar və eyni zamanda Azərbaycan dövlətinin də möhkəm həvadarı, himayədarıyıq. Nədən? Bir təəssüb üzündən belə bir hərəkət eləyək ki, onun üçün Azərbaycan dövlətinin əleyhinə yazılsın. Əlbəttə ki, həmişə bunlar müsbət hallar deyil ki, deyək məsələn bayrağına gedirik, bayram keçirdi. Təbii ki, bu Azərbaycanın hesabına yazılsın. Amma bunun o birisi nöqtələrinə baxın. Yəni bu həmişə müsbət hallar, əyləncə və ya kültür nümayişi deyil, siyasi nümayişlərdir. Çıxıb demək ki, məsələn, orada bir məsələyə etiraz bildirəndə bu bəlli olsun ki, hara üçündür, onu da nə deməliyik, Güney Azərbaycanı bəlirləyəcək. Yəni, əlbəttə bayraqda böyük bir təəssürat, böyük dəyişmə olmadan, yəni bayrağı demək formadan çıxartmadan, bayraqda hər hansı bir təhqir olmadan Güney Azərbaycanı balaca bir fərqlə ki, bunu göstərsin ki, bu Güney Azərbaycana aiddir, bu fərqlənmə olmalıdır. Və ona da bizim təbii ki, təklifimiz demək bayrağın bütün formasını qoruyub, heç bir şeyini dəyişdirməmək şərti ilə bir fərqliliyi göstərməkdir. Çox da rahatdır. Orada biz sərhəddi qoymuşuq və deyirik ki, bu həm birliyimizi, həm fərqliliyimizi göstərir. Biz siyasi statusumuz fərqlidir. İstəyək-istəməyə biz eyni siyasi statusda deyilik. Və bunu dünya da bilməlidir və görməlidir. Çox maraqlıdır ki, o bayrağı biz hər yerdə qaldırmışıq. Görən həmən bunu deyir ki, bu sərhəddir, Azərbaycanın sərhəddidir. Yəni, o göstərir ki, Azərbaycanın başqa bir hissəsi də vardır. Yəni, Azərbaycan dediyimizdə də bəzən məsələn dostlarımız Güney Azərbaycanı Azərbaycanın güneyi deyə demək işlədirlər. Bu bir seri bunun da tekniki sorunu vardı. Yəni biz bütöv yəni ola beyin olarak bütöv kimi baxır, deyir ki, Azərbaycan birdir, bu da Azərbaycanın güneyidir. Amma bir demək bir Avrupalı, bir Amerikalı, bir başkası ki bu Azərbaycan xalqına aid olmayan birisi bunu eşidəndə əvvəl zehnində Azərbaycan Cumhuriyyəti vardı. O Cumhuriyyətin güneyini nəzərdə tutur. O Cumhuriyyətin güneyi olur məsələn Güney Azərbaycan olmur. Bir halda ki Güney Azərbaycan ümumiyyətlə bu Cumhuriyyətin sərhəddatından eşitdədir. Ona görə biz deyirik Güney Azərbaycan. Və Azərbaycan Cumhuriyyətinə də Quzey sözü işlətmək lazım deyildir. Azərbaycan Cumhuriyyəti. Biz tamam bütövləşəndən sonra da yenə olacaq Azərbaycan Cumhuriyyəti. Daha Quzey Güney terimi də ortadan qaldırılacaqdır. Ona görə Güney Azərbaycanın bugünkü statusunu təmsil edəcək bayrağı olmalıdır. Və bu bayraq da Azərbaycan Cumhuriyyətinin bayrağından demək ümumi tərkibini pozmadan bir ayrıntı ilə olmalıdır. İndi bəziləri gedib
Özgələrin bayrağını gətirib tərsə çevirib deyir ki, bu da Güney Azərbaycan bayrağıdır. Bunlar sabah bizə problem yaradan və bunun demək gələcəyin, Azərbaycanın gələcəyində ciddi məsələlər yaradacaqdır. Biz mesela birçok ölkələr vardı. Bunlara baxsaz görərsiniz ki, o millətlərin, o dövlətlərin bayraqları zemin eynisidir, değişmir. İndi birində məsələn bir dənə ulduzu var, birində bir ay ulduzdur, birində iki ulduzu var, birində laçber vardır, birində hiç ulduz yoxdur, birində üç ulduz vardır. Bunların, bu millətlərin, bu ölkələrin millət olarak bir millətdən olduğunu ama değişik siyasi statüsünü nümayiş edir. Məsələn bu Araqdır, bu Suriye'dir, bu diyelim demek Mısır'dır, bu Əhvazdır. Yani bunlara belə baxmaq lazımdır. Azərbaycanın bayrağı bugün zərurətən Güney Azərbaycanı təmsil eləmir. Yani dünyada belə görünmür. Beynəlxalq qanunlara, kurallara baxanda ora şamil olmur. O səbəbdən də Güney Azərbaycan Milli Hərəkatının, Güney Azərbaycanın hətta dövlətinin tabi bütövləşənə qədər bayrağı olmalıdır. Neden Azərbaycan siyasi bireyləri və partilər arasında Türkiye Cumhuriyyətinə, dövlətinə və bayrağına dönüş və Türkiye ilə birləşmə arzusu azdır? Azdır demeye, yani tabii olarak Azerbaycan bir vahiddir, parçalanıbdır ve bunun birleşmesi elzemdir, yani birinci evleviyyətdir. Azerbaycan birleşenden sonra muhtemel, yani Türkiye ile de birleşir. Biz indi burada bir zaman çekecekti. Yani azdır değil ama tabii olarak yani bunu rəhmətli Elçi bəy belə izah edirdi. Şimdi bu qolunuzu təsəvvür eləyin. Bunu kəsmişsiniz. Bir yaralı var, yara vardı burada. Bu burada qaynır. Milsəm yapışacaqdı bir-birinə. Azərbaycanın da dərdi budur. Azərbaycan parçalanıbdır. Təbii ki, birinci Azərbaycanla birləşəcəkdir. Bu birinci evleviyyatıdır. Ondan sonra Türkiye ile başka türlerle birleşebilir. Elbette ki birleşir. Acaba siz bir araştırma yapar mısınız ki belli olsun İran'da yaşayan Türkler Azerbaycan Cumhuriyeti ile birleşmek istiyor yoksa Türkiye Cumhuriyeti ile birleşmek istiyor yoksa her ikisiyle birleşmek istiyor yoksa Türk dünyası ile birleşmek istiyor. Böyle bir araştırma yapamamış. Aslında siyasi partinin araştırma yaparma siyasi parti o topluma o zihniyeti oturdar, getirir, təbliğ edir, yerləşdirir, oturdar ve o istediği hedefi, koyduğu hedefi gerçekleşmesi için uygunlaştırır. Toplumu oraya çeker. Yoksa toplum istiyor mesela deyək ki harayla birləşsin. Əgər bu partinin hedefi ondan fərqlidirsə, demək o toplumda o zihniyeti değişmeye qalxır ve onu o istiqamətə aparmağa çalışır. Biz beləncə bir araştırmacı mesela Azərbaycanla təbii ki bunu ümumiyyətlə insanlarımız Azərbaycan bir olsun şuarını xiyabanlarımızda eşitmişik. Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Bu hər daim suala gəlir. Əlbəttə bunun demək Türkiye ile birleşmemek mənasında da değil. Aynı zamanda Təbriz, Bakı, Ankara, biz Sarafaslar şuarı da vardı. Yani ama dediğim şimdi o birinci birleşme, bitişme, bütövleşme Azerbaycan'la olmalıdır. Çünkü bu yaralıdır, parçalanıptır, bölünüptür. Ondan sonra tabii ki Türkiye, Azerbaycan birliği ve saire mümkün olabilir. Yani bir parti, siyasi parti umum halkıda olan anlayışa göre onu değiştirmek için yaranıbdır. Orada olan statüsü değiştirmek için onu istediği veya koyduğu
stratejik hədəfə doğru aparmaq üçün yaranıbdır və onu nə etməlidir, onu da uygulamalıdır. Qarayaxa millət dil sahəsində Türkiyəsinə daha çox maraqlı görünür. Neden? Bunu meyar tutaraq siyasətdə Türkiyəyə yaxınlaşmaq zor gəlir, ya bu haqda az danışılır. Türkiyəsində maraq çoxalması buna görədir ki, əsasında dedik Türkiyənin təbliğat sistemi Azərbaycandan güclüdür. Türkiyənin mesela indi film sənətinə baxsaq, ildə yüzlərlə serial göstəricidir. Filmlər istehsal edirlər. Və Türkiyədən kənara yayılan, Türk dünyasına yayılan neçə dənə televizyonu vardı, neçə kanalı vardı. Bütün bu türlərdən də alıb orada işlədir və təbliğat apar. Təbiətən Türk dili birinci alır, təbliğat alanında insanların duyduğu qaydalı dildir. Özellikle Güney Azərbaycanda Bakıdan yayılan, yani Azərbaycan televizyonları ne derecede təbliğat tutulur ve ya mesela internette de ne derecede. Yani bu da Azərbaycan dövlətinin edeceği işlerden aparacağı təbliğatlardandır. Ona göre Türkçe daha geniş yaygındır ve bu meseleye dayanarak da dedi ki öngörürük ki gelecekte yani Türkçesi galip bir ortak Türk diline çevrilib və bütün o deyimləri, ləhcələrə nə edəcəkdir? Qalib gələcəkdir. İki Azərbaycanın birləşməsinə necə baxırsınız? Bizim orta stratejimiz zaten Azərbaycanın birləşməsidir. Güney Azərbaycanlılar Türkiyənin birləşməsinə necə yanaşırsınız? Əlbəttə ki, Azərbaycan bütövləşdikdən sonra demək Türkiyə-Azərbaycan birliyi də qurulacaqdır. Yəni bu istiqamətdə də Türk dünyası, yəni demək uzaq stratejimiz Türk dünyasıdır. Ancaq Türk dünyasından daha əvvəl bizim Türkiyə-Azərbaycan ittifaqı olacaq. Çünki bir-birinə çox demək yapışmış və bu tabii daha da çok da normal görünür ve arzumuzdur da. Azerbaycan ve Türkiye ile aynı zamanda birleşmeni düşünür müsünüz? Yani aynı zamanda tabii ki olasılığı yoktur. Dediğim gibi birinci Azerbaycan'la birleşmektir ve onun ardından Türkiye birleşmesi mümkündür. Bir hadisə baş verərsə, mümkündür ki, bugün sabah dünyada başqa şeylər üz verər və gözlənilməz hallar baş verər. Təbii ki, biz Türkiyə ilə də birləşmək haqqımız və demək planımızdır. Türk dünyası birliğini düşünürsünüz, düşüncəsi daha bu bizim nihai hedefimizdir. Türk dünyasını birleşmesi bizim nihai hedefimizdir. Ancaq mərhələ buraya atımlamalıyıq. O da əvvəl Azərbaycanın birləşməsi, Azərbaycan və Türkiyənin indi federasyon, konfederasyon və ya hangi formada birləşməsi və Türk dünyasının. Türk dünyası birliğinin yolunda hangi atımları atmanı lazım görürsünüz. Bizim bugün Türk dünyası birliğine düşünməyimiz, zaman harcamız, zaman qoymağımız əsasında enerji itirməkdir. Biz elə Güney Azərbaycanın istiqlalına qoyduğumuz hər bir demək dəqiqəmiz elə nəhayətdə Türk dünyası birliyinə xidmət eləməkdədir. Ona görə ona ayrı bir zaman ayırmaq bizim için, bizim üstadımızda lazım değil. Ancaq da Azərbaycan veya Türk devletlerinin
Bu məsələdə fəaliyyətləri təbii ki, lazım və zəruridir. Türk dünyasının birliyi qarşısında hansı güclər mane və sədd törədirlər? Hər bir birlik, hər bir güclənmə bir sürü güc sahiblərini veya birlikləri təhdid edir. Normaldır ki, indi Türk dünyasının birləşməsinə demək baxacaq kimlər itirirlər burada. Baxın, burada mesela İran adlanan ölkə itirir, Rusya itirir, Çin itirir. Bunlar qonşulardırlar. Ya demək İran adlanan yeri dedi, demək Rusya'nın dediği Afganistan, yani Türk dünyası Afganistan'ın da dengesini değiştirecektir. Bunlar tabii ki buna reaksiyalar olacak. Bundan geçenden sonra güç sahipleri, bölgesel güç sahipleri, bölgede iktisadi veya hərbi sözü geçenler, liderlik iddiasında olanlar tabii ki bu meseleden tedirginler attılar. Mesela Ərəb ölkələr, bu Türklər güclənəcəkdir, özlərini əmniyyətli hiss eləmirlər. Avrupa karşısında bir ciddi bazar ve güce sahip olacaktır. Yani Türk gücüne, Türk bazarıyla ki bütün çok gazı var, nefti var, yeraltı qızılı var, demiri var, meşəsi var, təbiəti əlverişlidir, teknolojisi gəlişmədir. Mesela Türkiye'nin rəhbərlik eli teknolojide, hatta nükleer elmine sahiptir. Türk dünyası bilirsiniz, bunlar indi nükleer silahımızın olmasa da ama Türk dünyasının buna Türk ölçelerinde bu elmi gelişipti ve kısa zamanda buna elde edebilir. Yani bir güç, yani Avrupa daha o ehemmiyetini ki her şey diktirləsin veya mesela bazarı pəncəsində tutsun, istediği kimi bura ambargo qoysun, ora plan qoysun. Bir yeni güc gələcək. Dünyada dəngeləri dəyişdirəcək. Buna Amerikanı da təsir, bazarı daralır, Avrupanın bazarı daralır. Demək, Rusya'nın bazarı daralır, Çin'in hamısını, yani beləncə bir güc gələndə, ortalığa çıxanda dəngeləri istərsə iqtisadi, ekonomik dəngəni, siyasi dəngəni, nizami dəngəni, coğrafi dəngənin önünü dəyişdirir. Və o zaman daha məsələn deyək ki, gəlib məsələn bunları bölük balaca ölkə kimi tutub təhdid edib veya istismar eləyə bilmirlər. Bəlkə bunlar bir vahid bir gücə çevrilir. O zaman məsələn tabii ki Türk ordusu, yani Türk devletlerinin birlikte Türk ordusu, daha Turan ordusu kurulacaktı. Ve bu mesela NATO'ya karşı bir tabii ki NATO tabii ki buna sevinmeyecekti. Buna karşı çıkacaktı. Yani ona göre her bir güç, yani her bir denge, bir değişiklik o istatikonu koruyanların istatikonu koruyanların ve saklayanların demek düzenini pozur ve onlar buna ister istemez karşı çıkacaklar. O yüzden de Türk dünyasının kurulması için böyle avam dilinde desək diye, sade bir dilde desək diye, dünya buna karşıdır. Çünkü Türk dünyası kurulu ve dünyanın düzeni değişecekti. Ve burada herkes bundan hesaplamak mecburiyetinde kalacaktı. Ona göre Avrupa'da, Rusya'da, Çin'de, Amerika'da, Müslüman ülkelerde, Araplar da nedir? Buna karşıdır. Bunu Türklerden başka destekleyen, isteyen yoktur ve ona göre de tabii ki bu maneler her daim görünecek ve devam edecektir. İşgal ve istimar.
Azərbaycan və İran adlı topraklarda yaşayan millətlərin topraklarının işgal olmuş topraklar mı görürsünüz? Əlbəttə ki, bu topraklar İran, Fars demək dövləti tərəfindən işgal edilmiş və hərbi, iqtisadi demək və kültürel işgal altındadılar. Yəni həm nizami, həm iqtisadi və həm kültürel. Acaba Türklərin təkcə toprakları işgal olub, yoxsa işgalın başqa yolları da var? Toprakları, iqtisadı, kültürü, dili, hər bir şey Azərbaycanın, Türklərin İran, Fars işgalının baskısı və ya işgalına uğramışdır. Azərbaycanın qaynaqları qarat olub, əlbəttə ki, dəhşətli formada oğurlanır, çalır, çapılır, talanmaqdadır Azərbaycan. 100 ildən bəridir Azərbaycanın yeraltı, yerüstü mədənləri və vergisi sökülür, aparılır və Azərbaycan günü-gündən demək daha demək ağır vəziyyətdə buraxılıb və Azərbaycanda ilərləmə, iqtisadi ilərləmə imkanları və ya rifah imkanları aradan qaldırılıb, Farsın xeyrinə məhv edilmişdir. Türklərin sərmayələri torpaqlarından qaçırılıb və qaçırılıb. Mütləqa bu sərmayə qaçışını bir çox projələrin əsasında Azərbaycanda gerçəkləşməsinə, hətta Azərbaycan tüccarının heç bir qıran mərkəzdən köməyə ehtiyacı olmadan gerçəkləşməsinə yazılmış projelerin mane olublar. Bizim Azərbaycan ticarət otağından dəqiq bilgimiz vardır ki, demək Azərbaycanda bir seri projeleri Azərbaycan tüccarı öz sərmayəsindən təmin eləməyə, demək təbiət, gözəllik, park düzəltmək, bu kimi servisləri düzəltməyə projeləri hazırlayıb aparıblar mərkəzə, ancaq mərkəz onların Azərbaycanda deyil. Gəlin bunu məsələn Tehranda eləyin, İsfahanda eləyin, filanda eləyin, bu cür yerlərə yönləndirməyə çalışıbdır. Yəni Azərbaycanda Azərbaycanlının öz imkanı ilə herhangi bir projenin gerçekleşmesine mani olubdur. Yüzlerce fakt sahibi. Bizim faktımız var. Mesela Mərəddə Roğansazı şirketini mücəviz verilmir. Deyiblər ki, İsfahanda açın, ya Kermanda açın. Orada dövlət pul da verir, imkan da verir, gəlin burada açın. Amma Azərbaycanda qoymurlar. Əlbəttə ki, bunlar hamısı sərmayənin buradan çıxmasına, köçürülməsinə, demək və bu başqa yerlərə qaçırıb çıxarmasına səbəb olubdur. İşgal ilə sümürgə ya istimar arasında necə bir alvə görürsünüz? İşgal əslində o hərbi nizami qüvvələrin də demək orada gözə çarpmasıdır ki, Azərbaycan əsasında buna məruzdur. Çünki İran ordusu oradadır, İran hərbisi oradadır, İran polisi oradadır. Ancaq istemarda yumuşaq işgaldır, istemarda hərbi mərhələ geçibdir. İndi məsələn gəlib ya dövləti kudutanə ələ alıb və ya məsələn müdaxilə edib dövləti dəyişdirib çəkib gedibdir. Ancaq indi orada hərbi gücü yoxdur. Bu yumuşaq işgaldır. Yəni istemarla işgalın arasında, hətta Azərbaycan məsələsində bəzən ki istemarı ki işlədirlər, hətta daxili istemar və ya istemar, Azərbaycan istemardan ötə Azərbaycan rəsmi nizami işgal altındadır. Yəni Güney Azərbaycan İranın işgali altındadır. İranın ordusu oradadır bugün. İran əskəri, İran sərbazı oradadır, İran tankı oradadır, İran polisi oradadır, İran yəni Farsın demək mənfəətini qoruyacaq bütün basıcı, əzici fiziki qüvvələr orada hazırdır. Ona görə Güney Azərbaycanda istimar deyil, işgal daha
doğrudur, doğru termini işletmeye ve işgaldan kurtarmanın yolları nedir? İşgaldan kurtarmanın yolları təşkilatlanmaq, hizbləşmək, milisiya, milli ordunu qurarak düşman işgalçı qüvvələrini demək vurup Azərbaycandan çıxartmaqdır. Yani bu tabii ki qəhri yoldan mümkündür ve bunun da müsebbibi biz değil, işgalçıdır. Çünkü herhangi bir başka bir formada dəfələrlə bundan ne referanduma gedib duran tərk eləsin, yani ne bizden herhangi bir soruşulubdur, ne ki soruşulmuşdur, belki qətlam vasıtasıyla bizim insanlarımızı doğrayarak minlərlə demek ve özlerinin dediklerine, özlerinin ifadelerine, hatta Mehmet Rıza Şah'ın emirlerinde işgal edin fermanda, o fermanda ki yazılıbdır, rəmzi yazılıbdır, onun tərcüməsini sonra çeviriblər. Demək Zəngənə öz xatirətində yazıbdı. Orada deyir ki, o rəmzidə işgal filan dəqiqədə, filan saatda başlayacaqdır. Yəni ki, rəsmən Azərbaycan işgaldadır, hərbi işgaldadır və hərbi işgalı da sadəcə hərbi qüvvə ilə, qəhri qüvvə ilə dəf eləmək olar. Yəni ki, burada əgər bir konflikt çıxarsa, bunu biz deyil, bunu bize tahmil eden İran Fars işgal rejimidir. Biz sadece müdafiədə onu toprağımızdan çıxarmaq için qəhri qüvvəyə demək qəhri qüvvə ilə ona eyni qarşılığı verib və buradan çıxartmağa təşəbbüs edirik. Çünkü işgalçı hiçbir zaman olmayıb ki, işgalçı özü öz xoşu ilə bıraksın geçsin. O gücü görməsə, o baskını görməsə, o təhdidi hiss eləməsə, bizim ənsəsində olduğumuzu hiss eləməsə getməz. Ona göre de Azərbaycanı işgalçıya cəhənnəmə çevirib və buradan istərsə orada gömmeli veya oradan qovub çıxartmalıyıq. Bunun başka bir izahı ve yolu yoktur. Gələcək idarəçiliyi. Gələcək Azərbaycan və Türklərin vətənlərində idarə sistemine lazım kadronun əskikliyin haradan ve necə təmin etməni düşünürsünüz? Tabii ki, indi Azərbaycan hala devlet olmadığı için buna hazırlaşmalıdır, kadroların hazırlaşmalıdır. Hizblər ümumiyyətlə bu məsələnin ötəsindən gələr. Esasında bizim durumumuzda hizb elə eyni dövlətin praktik eləməsidir. Təbii ki, dövlətin, bu milletin bir çox kadroları vardı. O kadroları demək işletmək mümkündür ve eyni zamanda da kadroları yetiştirerek bu dengeni təmin eləmək, balansı təmin eləmək mümkündür. İran bölenlerin vətən, millət və vətən istiqlal alarkən, İran bölünərkən, vətən, millət və vətən istiqlal alarkən, keçici olarak ordusuz olarkən, Türklerin milli güvenlikleri ve emniyetleri necə təmin olacaqdır? Baxın, bu bir İrandan baxış zehniyyətidir. İran bölünərkən, ordu olmazkən, keçici olarak ordusuz olarken, ne yani geçici olarak? Bizim zaten ordumuz yoktur. Bizim orada işgal ordusudur. O bizim ordumuz değil. Onun vurmak için biz de orduyla ona karşılık vermeliyiz. Yani ki eyni zamanda ki onu vurur, o hizb, o parti ki onu vurur, öyle ordunu da təşkil edir. Dedik ki, bu öz başına qoyub getməyəcək ki, İran öz-özünə bölünməyəcəkdir. İran veya Fars öz-özünü oradan qoyub getməyəcək ki, məsələn, sadəcə adaq ki, dövlət yoxdur burada, boşluqdur, belə bir şey olmayacaqdır. Biz gələk güc düzəldək, onu vuraq, oradan çıxadaq. Yəni ki, onu çıxadacaq yerində siyasət boşluq qəbul eləməz. Boş qalarsa, yəni orada bir an boşluq bıraxarsan da birisi gələr oranı doldurar. Ona görə biz onu çıxadarkən vurup çıxaracaq. Yəni ki, addım yerini dolduracaq. Orada boş yer olmayacaqdır ki, keçici olsun, müvəqqəti bir boşluq olsun. Bir an belə boşluq durmayacaq.
Yani her bir paskaşı boşaldı, onu bizim paskahımız olacak. Her bir padgancı boşaldı, her bir polis merkezi ki onu aldı, işgalçını çıkarttık. Bizim polisimiz orada oturacaktı. Daha onu götürüp oradan çıkartmayacak. Hele tezden bir ayrı teşkil olur. O olacak, o silahlı kuvve Azerbaycan'ın, Güney Azerbaycan'ın milli ordusunu teşkil edecekti. Ve ne diyecekti? Olacak bizim Güney Azerbaycan'ın ordusu. Yani bir dakika, bir an, bir saniye o səngərlər boş bırakılmayacaktır. Birisi gelsin, nenesin bir zarar veya filan versin. O da adım devlet tespitleşe gedəcəkdir, ileriye gedəcəkdir. Pastorlar, bəsizlər, itilatçılar, məhkəmə işçiləri, mollalar, hərasətlər, güzənişlər, idarələrə çalışanlar, onlara təşrifləri necə olacaqdır? Cinayət işləmiş hər kəs cinayətindən dolayı məhkəməyə cəlb olunacaqdır və hesab verməlidir. İtilatçılar, məhkəmə işçiləri nə qədər rişvət alıb, nə qədər adamları yersiz ölümə göndəriblər, edam ediblər və nəşv istifadələr ediblər. Bunların hamısına qanun yetişməlidir. Ona görə heç bir cinayət işləmiş ünsür öz başına bırakılıb veya geçilmeyecektir. Bunlar hakkında elbette ki umum millete müracaat olunur. Şikayetlerini, senetlerini, pərvəndələrini verirler ve məhkəmə bunlara bakar, yetişər ve cezalarını keser. Belə deyil ki, birisi indi qüdrət əlindədir, işlədiyi cinayəti işləsin, səhər-səhər deyək də eləyibdir da, yox, belə bir söhbət yoxdur. Herkes yaptığının, ettiğinin cevabını verecek. Ancak kanuni formada. Yani bunu öyle olmamalıdır ki intikam meselesine qalsın, xiyabanda herkes öz hesabı ilə geçsin demək, intikam almağa veya hesab sormağa. Bu devletin her bir kəs herhangi bir şüpheli tutuklanırsa kanun vasitəsilə tutuklanıb və şikayətlər qanun vasitəsilə qanun qərar vericiliyi ilə olunmalıdır. Nəinki öz başına. Keçici çağda əmniyyəti necə və hansı güc, ordu və silah və elə təmin ediləcək. Dedik ki, biz savaş sürecində, yəni bu parti milisiyanı təşkil verib, bu milisiya demək İran işgal yani ordusunu çıxarır və milli ordu kimi demək onları, o postları alır və əmniyyəti saxlamalıdır. Bu milisiya, bu hərbi qüvvə, milli silahlı qüvvə Güney Azərbaycan ordusunun özəyini təşkil verəcək. İndi sonra bu profesyonelləşər veya mesela Azerbaycan'ın hərbiçiləri vardı, onları cəzbələmək olar, Türkiye'nin hərbiçilerinden yardım almaq olar, demək müşavirə versinlər, yazsınlar, rəhbərlik eləsinlər, generallarından Azerbaycan'ın və Türkiye'nin də bu ordunu yetişdirməkdə, əmniyyəti sağlamaqda demək veya mesela polis bölümündən mütəxəssislərindən gətirib yardım almaq olar. Bizim belə bir şansımız vardır ki, həm Azərbaycan və həm Türkiyə, yəni iki dövlətimizin də bunda təcrübəsi var. Onların təcrübəsindən həmən o yeni qurulmuş silahlı qüvvə müdiriyyət olaraq faydalanaraq Azərbaycanın əmniyyətini, güvənini sağlayacaqdır. Biz ona görə biz hər kəsə silahlı mübarizəni və silah təminatı ilə bu savaşa hazır olmağa və əmniyyətimizi qorumağa hazır olmağa çağırırıq. Təbii ki, bunu daha profesyonel orduya çevirmeye de bir zamana ihtiyacımız olacaktı. Onu o mütəxəssislərinə, Azərbaycandan və Türkiyədən o mütəxəssislərin müşavirəsi ilə təmin o boşluğu dolduracaq. Mədrəsələrdə, üniversitelərdə öğretimi boşlukları kimlər ilə doldurmanı düşünürsünüz? Təbii ki,
büyük bir boşluk, büyük bir denge pozuntusu olacaktı. Düzen değişikliği olacaktı. Məktəblərin de bundan hariç değil. Məktəbdir, xəstəxanadır, hamısı. Yəni davaxanasından demək balaca bir dükkanından başlayıbdı. Bir çox şeyler birbirine değecekti. Yani bir savaş halətidir. Təbii ki, ondan sonra bunları düzene salmak, kadrolar yetiştirmek ve yani elə inqilabın sabahısı günü mesela bugün olan ixtiraçları ilə səhər çağda orada her şey yerinde oturacak, müəllimlər hazırdır, gələcək filan eləyəcək. Bu da değil, bu bir zaman aparacaqdır. Tabii bu fürsətdə devletin, partinin ya devletin diye kadrosu varsa, onları işe salarak yoktursa agahı verip təbliğ edip kadroları toplamağa ve hatta eğer mecburdursa demek o kadroları yetiştirene kadar mevcut eğitim sistemini belli süre aparmalıdır. Mesela Azerbaycan'da bu oldu, Qazaxıstanda bu oldu. Eyni anda, yani sabahsı günü devlet istiqlalını alandan sonra her şey elə o devletin istediği kimindeydi. 10 il çekti. Ve bizde de mümkün bu zaman çekçe ve o zaman içinde bunu yavaş yavaş halledip ve o düzeni değiştirmeye plan tökmeliyiz. Milletimizin ve vatandaşlarımızın yemek, içmek ve millerle ihtiyacı var ki bizim vatanda üretilmir, tolud olmur. Onlar olmazsa olmazdır. Onların təmini için neler düşünürsünüz? Elbette biz bu meselede defalarca da elə o devletlere de görüşlerimizde mesajları veririk ki belli mukavileler önde devam edecek. Elbette bu mukavileler bizim adımıza olmuyordu. Bunları İran eləyibdi. Biz tabii ki hemen formada eğer Azerbaycan'ın bugünkü sistemde bir valisi gelip bir ayrı ölçeyle mukavilə bağlayıbdırsa onun demek eğer milli şeylere milli menfaatimizi zedelenmişse devam ettirecek ta mukavilə bitene kadar ve olmadıysa tabii ki özümüz yani yoktursa özümüz mukavilə bağlayıp o devletlerden ihtiyaçları alıp ve ölçüye daşımağa ya varid eləməyə çaba göstərir və bunları təmin eləməliyik. Təbii ki, burada teknolojidir, davadır və bir çox şeylər yani bizim istehsalımız değil. Halkı onlara ihtiyacı olan şeyleri təmin eləmək üçün lazımi müqavilələr bağlanıp ve onların almasına cəhd göstərilməlidir. Xarici ölkələr ilə alver üçün düz ya döviz, bu Arapça yazmalı burada. Döviz ya az lazımdır. Üretim tolid olmazsa az ile yetirmək çox çətin görünür. Döviz ile təmin olan malların alması üçün hangi siyaseti ortaya koyacaksınız? Elbette ki bizim indi Azərbaycan müstəqil olanda birinci budur ki biz ne derecede demək o xəzanəni indi Azərbaycana sərmayəni çıxarıblarmı, orada qalıb mı, mane olmuşuq və ya əslən İran mərkəzi xəzinəsinə elimiz çatıb onu gətirmiş Azərbaycan gətirək, yəni o Azərbaycanın payı vardır. Təbii ki burada o sərmayədən demək bu demək alveri
xarici ölkələrin alveri əlbəttə ki, beynəlxalq standart ərzlər vardır. Yani indi dünyada ya euro ilə olur, ya dolar ilə olur. Bizim də dönəmizdə əgər məsələn deyək xarici bir ölkənin dirsə, əgər məsələn o zamana kimi Türk dövizi çıxıbsa, təbii ki, ondan istifadə etməyi tercih edərik. Yoxdursa, mövcud döviz ərz sistemi ilə alver eləməli. Yəni bunu hər ölkə özü ərz icad eləmiş, beynəlxalq millətlər arası ya dövlətlər arası bir seri ərzlərlə alış-veriş olur, mümkündür. Və biz də bunların indi istər dolar, məsələn bəzən diyoruz ki, bu ambarqalar ki qoyublar, məsələn Rusiya bir çox ölkənin daha şey vermir, dolarla alver eləmir və o cümlədən Türkiyə ilə və başqa ölkələrlə belə bir müqavilələr içində olubdur ki, öz pulları ilə alver eləsinlər. Möhtəmələn biz də beləncə bir təvafuqlar da eləyə bilək. Yəni o qalıbdır ki, o üçün vəziyyət nədir və bizim hətta bütçemiz də yoxdursa, beynəlxalq sandıqdan borc alaraq bunları təmin eləmək zorundayıq. İran bölünərkən, İstiqlal Savaşı gedərkən neft, qaz və mazot kəsiləcəkdir. Millətin ehtiyacatını necə təmin etməni düşünürsünüz? Bizim indi bir şansımız vardır ki, Azərbaycan Cumhuriyyətinin neft istehsal eləyib. Bunu şah dönəmində daha qaxınc edirdilər bizə ki, nefti necə təmin eləyəcəsə, elə bir ki, məsələn, neft yoxdursa, İran nefti müftə verir ya filan eləyir. Bunu elə eyni pulla, eyni miqdarda qazı, mazotu, nefti Azərbaycandan, Türkmenistandan təmin eləyə bilərik və bizə daha da əlverişlidir. Yəni, məsələn, Əhvazdan Azərbaycana gəlməsi nə qədər aparar? Məsələn, deyək ki, Azərbaycandan, tam sərhəddin o tərəfidir. Az həzin, daha da həzinəsi az olar və bunu oradan təmin eləmək planımızdadır. Savaş gedərkən elektrik mərkəzləri işdən düşərlərsə, Türk iş yerləri və evləri işdən düşərsə, bu konuya hangi fikirləriniz vardır? Bunlar mütləq düşəcəklər. Yəni ki, düşmən də işdən salacaqdır, su çatışmamazlığı olacaqdır, elektrik çatışmamazlığı olacaqdır. Bunları sürətlə təmin edib və mümkün dərəcədə xalqın ehtiyaclarını və o inqilabi ruha dayanaraq demək, israfdan uzaq, lazımi məsrəflərə dayalı xalqımızın səfərbərliyi ilə bu problemlərin önünə keçə biləcəyimizi düşünürük. Düşmən, dost, rəqib, bunları öncə danışmışıq. Siyasi zindanilər. İndiki siyasi mədəni zindanlar durumu nə olacaqdır? Hiçbir şey siyasi zindana adında, mədəni zindana adında hiç kimse həbs olmayacaktır. Dərhal onlar azad olunacaq. Siyasi, mədəni və milli fəalların təmin etdikləri işgəncələr, zindanlar, işsizliklər, vətən avara düşənlərin dərdlərinə hansı dərmanı və əlacı qoymanı düşüncəsindəsiniz. Biz də elə o əzab işgəncələrə məruz qalanlardan birisi olaraq bunların ən yüksək dərmanı Azərbaycanın istiqlaliyyətidir. Təbii ki, bunun üçün o həzinəni veriblər və onların o itkilərini, işgəncə
zindan vəziyyətlərini heç bir şey azadlıqları qədər demək onu cübran etməz və bizim təbii ki o fədakarlıqların qarşısında da onu onların demək qədrdanlığı üçün də elimizdən gələn nə imkanlar varsa dövlətin, yəni ki, bu dövləti onlar təşkil edəcəklər. Həmin zindan çəkənlər, işgəncə çəkənlər, itkin düşənlər, milli yolda fədakarlıq göstərənlər və ən böyük dedik ki, təsəlliləri istiqlaliyyətimiz olacaqdır. Azərbaycan və Türklər üçün zərər görənlərin xəsarətlərini cübran etmək üçün düşüncələriniz var mıdır? Herhangi bir vədə vermirik. Bu yolda biz də zərərlənmişik. Bunu bizi kimsə vadar eləməyibdir. Davamızdır. Əlbəttə, savaş sürəcində olasılı xəsarətləri dövlətin imkanı qədər də cübran eləmək məcburiyyətindədir. Qeyri-siyasi məhbuslar. İran Fars yalan və əsassız ithamlarla cürm yontalamak sistemi üzerinde məhbus olanları durumuna ne olacaktı? Bunlara da Azərbaycanın qəzai sistemi baxıb kimin neden demək həbs olunduğunu inceleyip ve ona qərar verməlidir. Bunu Güney Azərbaycanın qanun qəzai sistemi bunu həll eləməlidir. İran Fars rejimində bir çox cürmlər var ki, mümkündür. Siz onları cürm bilməyəsiniz, onlara necə davranacaqsınız. Azərbaycanın özünün qəzai sistemi olacaq və o sistem belirleyecek cürm nədir, cezası nədir və onlara göre de qərar veriləcəkdir. Edam hökmü haqqında bizim nizamnaməmizdə də bu yazılıbdır. Qətiyyətlə edam qaldırılacaqdır. Edamına şiddətlə müxalifi və bunu Azərbaycanda edam cezasını komplet Güney Azərbaycanda komplet olarak qaldıracaq. Edam olmayacaqdır. İran'da minlər adam və minlər Türk belə edama məhkum olmuş. Bunlardan bəziləri bir neçə adam öldürmüşlər. Və siz bunların haqqında hansı siyasətləri götürəcəksiniz? Onu Azərbaycanın yeni qəzai sistemi onların uzun müddətli, yəni ki, ən çox cəza çəkiləcək ömürlük və ya neçə ömürlük həbs cəzası verirlər və edam, onların da edamı durdururlar. Edam dedik ki, hər hansı bir mənada ortadan qaldırıldığında elə o edam edilmiş o hökmlərin heç birisi geçərli deyil. Yəni ki, onlara yenidən baxıb və demək, cinayət işləyiblərsə, cinayətlər sübut olubsa, qətl ediblərsə, Azərbaycan qanunlarına görə ən uzağı ömürlük həbsidir. Neçə, məsələn, ola bilər ki, 2 ömür boyu, 3 ömürlük, 5 ömürlük həbs olunsun, amma edam yoxdur. Mötədlara, qaçaqçılara, şər adamlarına, xalqın namusuna, malına əl uzadanlara zindanlarda var. Onlara hansı yolu getməni düşünürsünüz? Mötədlər təbii ki, xəstədir. Onlar mötəd, yəni xəstədir. Ona gərək tədavi oluna, reabilitasyon mərkəzləri düzələ. Orada doktorların demək nəzarət altında bunlar əlac olur, tədavi olur. Bunu milli hökumətdə də biz eləmişik, təcrübəmiz var. Milli hökumət dövründə qaçaqçılar, şər adamları, xalqın namusuna və malına əl uzadanlar da yenə Azərbaycan qanununa görə cəzalarını almalıdırlar. Yəni demək, Farsı işgalını çıxartmışıq. Demək, işgal dönemində birinin namusuna toxunubdur, o təmizə çıxmaz. O cavab verməlidir. O cəzasını çəkməlidir. Ancaq Azərbaycan cəza sisteminə, Azərbaycan qanunlarına dayalı olaraq nə eləməlidir? Bu cavabdeh olmalıdır.